RFO-dan sadə bir yarımfinal məsələsinə baxaq. 3 ovçu var. Bir ovçunun hədəfi vurma ehtimalı 0,9-dur. Hədəfin vurulma ehtimalını tapın. Yəni hədəfi ən az bir ovçu vurarsa, hədəf vurulmuş sayılacaq. Normalda bu məsələnin çoxlu halları mümkündür. Bir ovçu vura bilər, 2 ovçu vura bilər, 3 ovçu vura bilər. Bu halların hər birini ayrı-ayrı hesablamaq əlverişsizdir. Biz bunun üçün kombinatorikada məşhur bir taktika olan daxil etmə, xaric etmə prinsipini işlədəcəyik. Bir də xaric etmə prinsipini işlədəcəyik. Bu prinsipə görə ümumi halların sayından pis halların sayını çıxsaq, məsələnin cavabını taparıq. Ümumi halların sayı nədir? Ehtimal məsələlərində ümumi halların sayı olma və olmama ehtimallarının cəmidir, yəni 1-dir. Bütün hadisələrin cəmisi 1-dir. Bəs pis ehtimal nəyə deyilir? Hədəfin vurulması yaxşı ehtimaldır. Ən az bir nəfərin vurması. Pis ehtimal isə heç bir ovçunun hədəfi vurmama ehtimalıdır. Bir ovçunun hədəfi vurmama ehtimalı 0,1-dir. Çünki 1 çıxılsın 0,9 eləyir 0,1. Deməli, bir ovçunun hədəfi vurmama ehtimalı 0,1-dir. Heç bir ovçunun hədəfi vurmaması pis hal sayılır. Bizim məsələmizin əksidir. Heç bir ovçunun hədəfi vurmaması üçün hər biri 0,1 ehtimalla, yəni 0,1 vurulsun 0,1 vurulsun 0,1 ehtimalla hədəfi qaçırmalıdır. Biz bu ədədləri bir-birinə vurub ümumi hallardan çıxsaq, yəni bu pis halı ümumi hallardan çıxsaq, yerdə qalan hal hədəfin ən az bir dəfə vurulma ehtimalıdır, yəni 0,999. Cavab Y variantı.